Bugün 21 Mart 2025-ci il. Doğma Qubatlının qədim tarixi olan Dəmirçilər kəndinin bir qrup cavanları milli adətlərimizi yaşatmaq məqsədi ilə qədim tarixi olan Novruz bayramını, Novruz tonqalını yandırmaqdan ötürü məhz öz kəndlərinə gəliblər. Və burada öz kəndlərində Novruz bayramını ənənəni yaşatmaqdan ötürü bura toplaşıblar. Dayandığımız məkan Dəmirçilər kəndində Yumru Təpə deyilən yerdir. Hamımızın bayramı mübarək olsun, hamımızı salamlayıram. Sağ olun, sağ olun, sağ olun. Buradan bax, gəlib yığışmısınız, zəhmət çəkmisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Sizin bu adətdə yaşatmağınız, bu etdiyiniz işlər təqdirə layiqdir. Yəni ki, 30 ildən sonra işğaldan azad olmuş torpaqlarda Novruz tonqalı yandırmaq böyük təqdirə layiqdir. İndi buradan da sizi fürsət varkən kəndin yaşlılarına, ümumiyyətlə Qubatlının adətlərinə dəyər verənlərdə nəysə bir sözünüz varsa buradan həm salamlaya bilərsiniz, həm bayramlarını təbrik edə bilərsiniz. Məncə bu fürsətdən yararlanmağa dəyər. Bütün o kəndimizin böyüklərin, ağsaqqalını təbrik edirik, ağsaqqalların bu münasibətindən. Bu bir ənənədir bizdə, yəni kəndimizin, dədə-babadan biz gözümüz açıb bunu görmüşük. Ona görə də Allah şəhidlərimizə rəhmət eləsin, torpaqlarımız işğaldan azad olunandan sonra yəni bu ənənəni davam elətdiririk. Mən də düşünürəm ki, təqdirə layiqdir. İnşallah yəni çalışıb hər il bu ənənəni yerinə yetirəcəyik. Hər kəsə salam olsun. İnşallah ki, bu sizin bura toplaşmağınız böyük qayıdışla nəticələnsin. Sizin bütün doğmalarınız, ümumiyyətlə yurdumuzda nigaran bütün doğmalarımız yurda qayıda və burada köy salıb yuva qura, bütün bayramlarımızı elə burada keçirdik. Yenə kimlərsə istəyirsə, biz bu ənənəni davam elətdirmişik. Çünki bu bizlər dədə-babalarımızdan qalan ənənədir. Hər il olduğu kimi bax belə tonqal qalamışıq. İnşallah buradan bizə bu günü yaşadan qazilərimizə can sağlığı edirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ali Başkan komandalarımıza can sağlığı diləyirik. Çox sağ olsunlar. Bu günü bizə yaşatdılar. Bu günləri burada kəndimizin cavanları ilə toplaşdıq. Təkrar bax bu tonqalı burada yandırdıq inşallah. Allah kəndimizin ağsaqqallarına uzun ömür can sağlığı versin. Onlar da bax gəlsinlər, bizlərlə bax burada iştirak eləsinlər. Çünki ağsaqqalsız bir kənd, bir toplum, el-oba, yurt olmur. İnşallah ki, onlara da can sağlığı diləyək, yenə təkrar edirəm. Gəlsinlər, bax burada bizlərlə bir yerdə bax bu ənənəni davam elətdirsinlər. çox gözəl, çox Siz də gözəl. çox sağ olun, sizə də təşəkkür edirik. Allah sizdən razı olsun. Əziyyət çəkirsiniz. Sağ ol, Bu sağ ol. günləri bizlərlə bir yerdəsiniz. Allah Sizin adınız? deməli, Dəmirçilər kənd sakini Kərimov İzzətdin Rəşidoğlu. Yəni bu kəndin bir sakiniyəm mən də. İnşallah Allah sizdən razı olsun bir daha. Çox sağ ol. Qurbanlığısınız. Təşəkkür edirik. Çox sağ ol. Məmmədov Şakir Xasayoğlu. Mən də Qubatlı rayonunun Dəmirçilər kəndinin sakiniyəm. Mən də buradan bizim burada durmağımızın səbəbkarları olan Müzəffər Cəfərovumuza öz təşəkkürümü bildirirəm. Ali Başkan komandalarımıza öz minnətdarlığımızı bildirirəm ki, biz 32 il olar ki bu torpağa gəlmirdik, amma hal-hazırda belə bir yerdəyik ki, əvəz olunmayan bir yerdəyik. Buradan bütün bizim ağsaqqallardan bayramlarını təbrik edirəm. Xəstələrimiz var, onlara Allah'tan şəfa diləyirəm. Allah var eləsin onlara. Allah Teala bir daha onları xəstələndirməsin.
Sizə də öz minnətdarlığımı bildirirəm ki, çox sağ olun, təşəkkür edirəm ki, gəlib bu gecənin bu vaxtında bizi burada təşrif edirsiniz. Təşəkkür edirəm. Sağ olun. Allah xeyirli qismət eləsin. Bayramlarınız mübarək olsun. Həmişə öz yolunuzda, öz obazda belə şən keçirəsiniz. Bir də sizə bir sual verim. Bu sizin kənddə, Dəmirçilər kəndində bilirəm ki, qədim tarixi var kəndinizin. Bayramlarınız hansı şəkildə keçir? Məsəl üçün, Çərşənbədə hansı adətləriniz daha öndə olur, daha maraqlı olurdu? Ya Novruz bayramında? Hansısa bu barədə danışa bilərsiniz? Bəli, hamı danışar. Yaddaşları yeniləyək də belə çıxır. Əslində qaydasında hamımız bilirik, hamımız danışa bilərik bu barədə. Yumurta döyüşmək bu bir. Aha. Bu günləri bax burada... Sulaşma. Sulaşma əsas bizdəydi. Başqa hardasa bilmirəm. Sulaşma. İndi o çosa gəzdirmək falan bunlar da vardı. Papaq atmaq o vaxtı Qəşəng. çosa ilə bir yerdə gedib. Adıyla papaq atmışıq. Bu təzə öyrənmişik bunu. Ondan sonra nə qaldı qızı? Yumurta döyüşmək. Onu demişəm. Amma təntənəli Novruz bayramını keçirdərdik, belə deyək də. Köynə hökuməti yığıb təzə hökumət qurardıq, güya da belə də. Aha. Əla. Nə qaldı? Hani edirdik? Qapı busma vardı sizdə? Var. Mən pusmamışam, bunları bilmirəm. Var. Qapı tutma vardı. Bax bu günləri yandırdığımız tonqalı bir. Su üstə getmək vardı. Yəni gecə bulağa, saat 3-də gedərdik bulağa. Mağal yeri dediyimiz yerə, bulaq başına. Ay sağ ol. Özdə ver bax. Qapının qıfılını vurub hamı gedərdi. Arvatı kişili, hamı. Yəni bax bu vardı. Və bu tonqalları təkrar edirəm. Biz burada bax bəzi yerlər, hansı ki o az olan yerlərdə də yandırılır. Bax burada bizdə sağda var Cinligaya deyirik. Həmən o Cinligayada 3 yerdə qalıyardı. Və ən sonunda belə deyək, bizdə Mağal bulaq deyilən bir yer var. O hansı ki biz oradan istifadə edirdik, o suyundan istifadə edirdik. Həmən o Mağal bulağında təntənəli sürətlə təşkil edirdik. Orada çaylılar tutmuş, rəqsindən tutmuş, yəni adət ənənələrimizin hamısını qoruyaraq orada kəndin cəmaatı hamısı axın eləyərdi həmən o Mağal bulağa və Mağal bulaqda biz toplaşırdıq. Niyyət eləyirdik. Bir-birimizin yeni ilini təbrik edirdik. Bir-birimizin adət ənənələrini aşılayırdıq, deyirdik. Yaşadırdıq bax bu adət ənənələri. Nə gözəl. Niyyət eləyirdilər su üstündə, dua eləyirdilər. Onlar da Bəli. Niyyət edirdik. Belə deyək, hər hansı bir niyyətdən sonra da həmən o axar bulağın üzərindən balaca da olsa bir daş götürərdik. Hardasa gətirib atırdık, fikirləşirdik ki, bu bir bərəkət daşıdır, evimizdə saxlayırdıq. Qədim inançlarıdır da. bəli. Qədim inançlar. İnşallah ki, Allah xeyri qismət eləyər. Yenidən adətlərimiz bərpa olar, yenə də yaşadarıq. Nədən ki, biz ümidimizi itirmişdik ki, bu torpağa qayıda bilmərik, amma bu günləri biz buradayıq. Çox şükür. Təntənəli surətdə artıq ki, həmən bayramı yekunlaşdırırdıq. Məscidimiz deyilən bir ərazi vardı, həmin ərazidə Şah Vəzir oyunu təşkil edirdik. Yəni, adət ənənə olaraq orada o Şah Vəzir oyunu təşkil olunurdu və həqiqətən də keçmiş aləmə qaydırdıq orada və orada Şahın vəziri, vəkili, bu adət ənənələri biz təşkil edirdik, gözəl Novruz bayramını qeyd edirdik. Dəmirçilər kəndində yadda qalan əsas bayaq dediyim kimi əsas yer adlarından biri yadımıza salın görək. Belə bir qoy biz sizi izləyən adamların da, kənd sakinlərinin hamısının yadına düşsün. Qocadan tutun uşağa qədər. Dəmirçilər kəndində elə yerlərimiz, yəni biz eşitdiyimiz, yəni bildiyimiz çox. Dədə babadan gələn. Köməkləşəyin, demək belədən başlayaq. Bağmanlar məsələn. Bağmanlar. Bağmanlar. Oradan gəlirik Ağqaya. Burada Qaraqaya. Burada Yumru Təpə. Sağırçıqır dərəsi. Baxır Çukur dərəsi, Şaxtaltı, Şaxsayan qayası, Qurbağa qayası,
Buradan getdik, çıxdıqda da Oğlan Qız Qayası, Şaha Dərəsi, Yemlikli Dərə, Şaftar, Avdarxana, Çaqqal Təpəsi. Sonra nə var? Başqa nə bilim, çox deyəsinlər. Qala, Hə. Şay bağı, Ay sağ ol. Mağal yeri, Arpa yeri, Qorxlar, Armudun dibi, Dilbə dibi, Qəyə dibi. Çimən, nə bilim, çoxdur maşallah. Yəni indi hələ biz biraz o kişilər lap çoxdur. əydimiz də Əyri, bəli, əyri, Doğana, Abdarxana. demişəm abla. Yaxşı, bu Novruz bayramını əsasən hansı məkanda keçirilir kəndə? Novruz bayramı əsas yox, Novruz bayramını keçirdik kəndimizdə məsciddə. Yəni həyətində bir geniş ərazisi Geniş var. ərazimiz var, indi məsciddə çəkə bilərsiniz. Yəni Şah, vəzir belə olurdu bəli, sizdə bəli, abi. Şah olurdu, vəzir, vəkil, cəlladlar, üsyançı dəstə. Nə bilim, çox hamı, bütün cəmaət iştirak eləyirdi. Hər evdən bir xonça tutulub gələrdi ora. Ən yadda qalan belə maraqlı nə qalıb? Hansı hadisə yadda qalıb ki, belə çox maraqlı olubdu həmin gün o Novruz bayramına? Ancaq həmin şəkil burada yoxdur. Hansı ki, həmən o Şahvəzir oyununda mən özüm şəkil çəkdirmişəm, kimsə asılıb ayağımdan. Yəni ənənə olaraq Maraqlı cəllad söhbət edeyim, bu yaxınlarda eşitmişik. Deməli, bizim kənddə Şəkil Albasyan Sökçü baydı. Allah ona rəhmət eləsin. Can ölənlərində rəhmət. Amin. Yaxın rayonlardan bunun yanına gəlirlər kökü çıxartmağa. Kəndin ayağında o bilmir də bu kənddə yəni bu Novruz ənənəsi keçirilir. Maşının qabağını saxlayırlar. Baxır ki bu keçmiş adamların oxşuyur da, başqa bir formada, ənənədə. Bunu tuturlar, maşını saxlarlar, bunu gətirirlər bizim o məscidin yanında, şahın huzuruna. Bunu şahın huzuruna atanda bunu cəllad olur da, cəllad bunun qolundan tutub, atır şahın huzuruna. Bu bilmir də hara gəlib. O üçün bunu nəysə cəzalandırırlar, gəlməliyirlər, bunu deyirlər ki, bu asılsın. Bu cəmiçilərə öz başına girib, bunu asırlar. Asılandan sonra bir müddət, bir neçə ildən sonra, yəni bizim kəndin bir vəzifəli şəxs hardasa işləyəndə, orada deyir ki, mən o cəmiçiləri tanıyıram. Orada hələ Sovet hökuməti qurulmuyor. Yəni onlar hələ bu Sovet hökumətini bilmirlər. Deyirlər, nə məsələdir? Deyir ki, əlbət halqəziyyət belə də mən oraya getmişdim. Orada hava başqa cürdür. Yəni onlar hələ heç Sovet hökumətinin ənənəsini qurmayıblar da. Yəni o elə bilib ki, yəni həqiqətən də cəmiçilərdə elə bir hadisə olub, yəni o görüb. Yəni belə bir şey olub. Mən maraqlı hadisələrdən biri bu olub. Çox qəşəngdir, sağ ol. Və məsəl üçün belə bir hadisələr də olur ki, nə idi? Məsəl üçün hamı həmən Şahvəzir məclisində iştirak eləməli idi. Kənd üzvlərindən bir nəfər məsəl üçün gəlməyib, ya ağ dalından gedib, ya heyvan dalından gedibsə artıq onu kimsə xəbər verirdi ki, filan kəs burada yoxdur. Şaha hörmətsizlik eləyir. Və həmən insanın dalıncan artıq cəlladlar gedirdi. Həmən insanı harada olur olsun tapıb tutub gətirdilər şahın üzrünə və cəzalandırırlar. Nə kimi cəzalar verirdilər? Təbii ki, asırdılar. ən yüngül cəza üz qırxma idi. Ən yüngül cəza. Onu vurub kələmtinə qırxırdılar. Un tökülürdü, sifətə görə sabun belə bir məhlul gəlirdi. Ancaq ən ağır cəza da ayağından asmaq idi. Yəni asırdıq, həqiqətən də bu Cərmə olunurdu, buraxılırdı. mahnı verilir. Ki, sən şahın huzuruna niyə gəlməmsən? İnanırsan sizin danışdıqlarınız adamı keçmişə qaytarır. Həmin günlərə qaytarır. Çox maraqlı. Bəli, biz həmən günləri həqiqətən də yaşamışıq. Onda həmin vətəndaşı bizdə adət ənənə edilir. Məsələn, qonaq gələndə onu çadır qururdular həyətdə, onu yəni yedizdirirdilər də, yəni aclarına yola salmırdılar. Həmin adamı oturdururlar, çörək zad yedidirdirlər. Bu adam deyir, bu başqa şey. Bu başqa şeydir, yəni yemək, içmək, axırda da belə şey başqa cürdür. Yəni bizim ənənə həmişə olubdur. İndi qurban olum Allaha, inşallah da elimiz olmamız qayda. Amin, amin. Yenə öz yurdumuza qaydarıq. Bəli, Ənənəmizi davam etdirərik. Çox gözəl. İnşallah. Günləri mən biraz öncə yalan yerə xatırlanmaz ki, mən 32 ildən sonra bu tonqalı burada qaladım. 32 ildən sonra. Maşallah olsun. Mənfur düşmənlərimiz qoy görsün, gözləri çıxsın. Görsün ki, bəli, həqiqətən də Azərbaycan insanı, Azərbaycan əskəri
Azərbaycan prezidenti dəmir yumruq öz yerindədir və lazım olarsa həqiqətən də istifadə etməyə hazırıq. Bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan əsgəri kimi. Mən bildiyim qədər Dəmirçilər kəndinin şəhidləri də vardır. Onların zəhmət olmasa adlarını siz hallandırın. 6 şəhidimiz var Dəmirçilər kəndinin. Deməli Nadir, İslah, Zaur, Balakişi, Səyid, Mətləb. Buradan şəhid ailələrimizin bayram münasibəti ilə təbrik edirəm. Onun timsalında bütün kəndimizin cəmaatını, rayonların cəmaatını hamısını təbrik edirəm bayram münasibəti ilə. Şükür Allaha ki, prezidentimizin ətrafında torpaqlarımızı azad elədik, bu ənənələrə də inşallah indən belə də yaşadacaq Allah'a şükür. Əziz kənd cəmaatı, Dəmirçilər kəndinin cavanları bax. Bilirik ki, torpaqlarımızın azadlığı uğrunda Qubatlımızın yetərin qədər şücaətli oğlanları vardı ki, zəhmətləri keçdi. İndi Allah şəhidlərimizə rəhmət eləsin. Çox şəhidlərimiz də oldu, amma yetərincə də qazilərimiz də var ki, zəhməti keçən oğlanlarımız var ki, bu günlərdə elə onlar canlı şəhiddir, canlı şahiddir. Məncə sizin Dəmirçilər kəndində də, məncə yox, Dəmirçilər kəndində də yetərincə zəhməti keçən oğlanlar oldu ki, elə biri də Kərimağa qardaş, siz özünüz də, mən bildiyim qədəri. Bu barədə də biraz danışın. Buradan şəhid ailələrimizin hamısını təbrik edirəm. Kəndimizin cəmaatını təbrik edirəm. İnşallah Allahın köməyi ilə qayıdaq kəndimizə, bu adət ənənələri köynəki qaydada kimi yenə davam elətdirək. Amin inşallah. İnşallah Allahın köməyi ilə. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı inşallah. Hal-hazırda ağsaqqallarımızdan hal-hazırda xəstələrimiz var. Kəndimizin ağsaqqallarından, tanınmış seçilmiş ağsaqqallarımızdan Şükranı xəstədir. Allah sağlığına şəfa diləyirəm. Amin. Səfiyyə qağam xəstədir. Allah sağlığına ona da şəfa diləyirəm. Onlara da Allah tərəfdən şəfa diləyirəm. Allah var eləsin onlar, daha salamat eləsin. Gün o gün olsun, onlar da sağ alsın, öz kəndimizə, obamıza qayıtsınlar. Yəni böyüklüyün bizim üstümüzdən əsir eləməsinlər. Amin inşallah. Elə qədim inanclara da istinadən adlarını çəkdiyiniz və yada düşməyən bütün kəndinin xəstələrini, azarı, bezarı bax bu ocaqda yansın. Amin inşallah. Amin. Dəmirçilər kəndində bu çərşənbələrdə, Novruz bayramında hansı milli yeməklər əsasən üstünlük təşkil edir? Məsələn, hansı yeməklərə üstünlük verilirdi ki, maraq vardı ki, bu yemək bu bayramda süfrələrin bəzəyi olsun? Bu barədə də. Mən onu deyə bilərəm ki, dəmirçilər uzun müddətdən yaranıb dənə. Dəmirçilər cəmiyyəti həmişə çəlti əkməklə məşğul olub. Uzun müddət bizdə çəlti olub. Yəni bizdə həmişə bu çəlti ilə əlaqədar məşğul olubdur. Müəyyən rayonlarla, kəndlərlə. Dəmirçilər uzun müddət yəni bu çəlti əkdiyinə görə bizim məclisimizdə, bizim ənənəmizdə həmişə aş bişirilibdir. Yəni bizim məclislər, yəni böyük Novruz ərəfəsində, hər bir tədbirimizdə aş bizdə həmişə üstün olub. Dəmirçilər aşı hər yerdə deyilir. Dəmirçilər aşı dillə deyilir. Bizdə döşəmə aşı deyirlər bizdə. Mamağlının sözü indi gəlir. Deməli, Deməli, müxəşərli döşəmə plov. Yəni bizdə həqiqətən də bir ənənə var, yəni bizim kənd həqiqətən də böyük bir zoğallıqla əhatə olunmuş bir sahədir. Ağa çayının hər tərəfi, o tərəf, bu tərəf
zoğallıqla əlaqədar böyük bir meşə təşkil edirdi. Buna əsasən bizdə həmişə müxəşər olubdur. Yəni aşımızın həmişə döşəmə plov deyərdik, aş deyərdik. Və mütləq də ağac çayının suyundan olmalı. Ay sağ ol, mən onu Çünki ağac demək. çayının suyundan içən bir insanın şəfa tapır. Həqiqətən də bu günləri müalicədə Yeddi bulağın suyundan olan bir çaydır. 7 bulağın birləşməsindən axan bir bax çaydır ki, biz hal-hazırda onun üzərindəyik. Çox gözəl, çox gözəl. Allah xeyri qismət eləsin. Elə bu kəndin cəmaatı kiçikdən tutmuş böyüyünə qədər yenə kütləvi şəkildə, yenə böyük qayıdış eli bu kənddə köy salıb, yenə bayramlarını yaşatsın. İnşallah. Bir-birimizi elə bu yurt yerində bayramlaşaq, bir yurt yerində təbrik eləyək. Təşəkkür edirik. Çox sağ olun. Allah sizdən razı olsun. Bu günlərə görə də Allaha şükür eləyirik, göydə Allaha, yerdə də zəhməti keçənlərə, yaralı qazilərimizə, şəhid ruhlarına, Bəli. hamısının qarşısına baş əyirik. Onlara bir ömür borcumuz var. İnşallah ki, bir də yurdumuzda şəhidlərimiz olmaz, axırımız yaxşı olar. Amin. Şərif Məqə qardaş nəsə demək istəyir, desin. Yox. Sağ olun. Sizə də dərin təşəkkürümüzü bildiririk. Əziyyət çəkib gəlmişsiniz. Minnətdarıq. Çox sağ olun. Biz də sizi təbrik edirik. Bayram münasibətilə. Sağ ol, sağ olun. Bu kəndin cavanlarının elədiyi bu iş bugünkü günü çox təqdirə layiq idi. Yəni adətlərimizi unutmuyursunuz. Biz də sizi yaxından tanıyırıq. Bizim qardaşımız Şirinov Məğrurun qardaşısınız. Allah ona da rəhmət eləsin, o dünyasını versin. Allah rəhmət Onun timsalında bütün şəhidlərimizi Allah rəhmət eləsin, o dünyalarını versin. Sizə də öz minnətdarımızı bildiririk, təşəkkür edirik sizə. Artıq dərəcədə əziyyət çəkmişsiniz. Gecənin bu vaxtında bizim kəndimizə təşrif buyurmuşsunuz. Allah sizdən razı olsun. Sizə öz minnətdarımızın, dəmirçilər adından, dəmirçilər, cavanlar adından sizə öz Sizi də təşəkkürümüzü bayram bildiririk. münasibətindən təbrik edirik. Allah razı olsun. Minnətdarıq. Çox sağ olun, çox təşəkkür edirik. Var olun, var olun, var olun. Biz də şəhid qardaşımıza Allahdan rəhmət dilirik və bütün şəhidlərimizə Allahdan rəhmət dilirik. Çox Sağ sağ ol, olun, sağ ol. sizə var olun ki, Sağ olun. bu günləri işıqlandırdınız, Allah sizi var olun. Sonda mən də bugünkü günün münasibəti ilə, Novruz bayramının münasibəti ilə, bəs Novruz Tonqalının yanında Dəmirçilər kəndinin bütün cəmaatını, hamısını təbrik edirəm. Buradan salamlayıram, doğma yurtdan, Qubadlıdan və Dəmirçilər kəndinin simasında bütün Qubadlılardan başqa bütün işğaldan azad olan torpaqlarımızın sakinlərinin hamısını Novruz bayramı münasibətilə təbrik edirəm və arzu edirəm ki, hamımız bu yurt yerinə qayıdıb bayramlarımızı yurt yerində eləyək. Bayramınız mübarək olsun. Çox sağ olun, çox sağ olun, təşəkkür edirik. Sağ olun, bayramınız mübarək. Sağ olun, İnşallah. Sağ ol, Allah aman, Allah aman.